Bu ilin ilk 3 ay ərzində Azərbaycana xarici ölkələrdən 53.265,1 ton AI-92 markalı benzin ixal edilib. Yenavaz.com-un rəsmi məlumatlara istinadən apardığı hesablamalar göstərir ki, Azərbaycanın xaricdən ixal etdiyi AI-92 markalı benzinin 1 litrinin orta gömrük dəyəri 1 manat 3 qəpik olub. Məlumat üçün bildirək ki, Azərbaycana AI-92 markalı benzin bu ölkələrdən gətirilib. Rusiyadan 39.916,5 ton, Belarusdan 9.678,6 ton, Rumıniyadan 3.670 ton. Qeyd edək ki, bu ilin ilk 3 ayında Azərbaycan Gürcüstana 613,8 ton, Türkiyəyə isə 996 ton AI-92 markalı benzin ixrac edib. Gürcüstana ixrac olunan benzinin 1 litrinin orta gömrük dəyəri 95 qəpik, Türkiyəyə ixrac olunan benzinin 1 litrinin orta gömrük dəyəri isə 71 qəpik olub. Xatırladaq ki, ötən ilin 1 iyul tarixindən etibarən Azərbaycanda AI-92 markalı benzinin qiyməti 1 manatdan 1 manat 10 qəpiyə qaldırılıb.